Deyən qardaş, bunu ye, bunu da Bravodan alıram. Bu mənim sevimli səhər yeməyimdir. Magnum yemişəm, yəni yalan deməyim. Iceberg. Əsl mənim ağız dadıma yağı süzülmüş ton balığı. Baxın bu formada. Hamıya salamlar. YouTube kanalıma xoş gəldiniz. Mən Fərid Eyübov. Bu gün sizlərə gündəlik nələr yediyimi və niyə yediyimi izah edərək bir günlük yeməyimi çəkməyə çalışacağam. Mən də normal insanlar kimi gündə 3 dəfə qidalanıram və təqribi bu qidalar maksimum 2000 kalori təşkil edir. Video həm məlumat xarakterli olacaq, həm də nəyi necə hazırladığımı da göstərəcəm. Məncə çox uzatmadan başlaya bilərik. Deməli, səhər, günorta və axşam yeməyi formasında 3 dənə fərqli yemək hazırlayacağam. Mənim məşqdən sonra əsas karbohidratım şirin kartof olacaq. Bilmirəm, fokuslaya bilirikmi? Biraz bişməyə vaxt alır. Təqribi 40 dəqiqə ərzində sobada bişirəcəm bunu. Ona görə birinci şirin kartofu sobaya atıram və paralel şəkildə də səhər yeməyini hazırlamağa başlayacağam. Deməli, burada 670 qram şirin kartof var. Şirin kartof həm karbohidrat, həm də kalori baxımından çox yaxşıdır. Mən həm diyetdə, həm də normal vaxtlarda istifadə edirəm. Bu formada 2 hissəyə ayırdım. Bunu başqa bir zaman bişirəcəm. Deməli, nə edirik? Kəsdikdən sonra üzərində bu formada səngəllə deşiklər açırıq ki, içi də bişsin. Üzərinə biraz mən istiot əlavə edəcəm. Zeytun yağı əlavə etmək olar. Çox az. Göndərirəm təqribi 40-45 dəqiqə fırında bişməyə. Bu arada soruşursunuz, mən şirin kartofu Bravodan alıram. Orada adətən olur. Şirin kartofu attım fırına və keçirəm səhər yeməyinə. Bu mənim sevimli səhər yeməyimdir. İçərisində kompleks karbohidrat var. Yulaf istifadə edəcəm. Yulaf həqiqətən də gün ərzində qan şəkərimizi stabil saxlamaq məqsədi ilə istifadə edəcəyimiz ən yaxşı karbohidratlardan biridir. Yəni iştah kontrolumuzu saxlamaq istəyiriksə də, iştahımızı kontrol etmək istəyiriksə də, biz kompleks karbohidratlara, lif dəyəri yüksək olan karbohidratlara üstünlük verməliyik. Lif karbohidratın qana sovrulmasına yavaşladır. Ani yüksəlməyən qan şəkəri də ani düşmür və biz gün ərzində özümüzü daha da tox hiss eləyə bilirik. Blenderin içərisinə biraz yulaf əlavə edəcəyik. Göz qərarı, amma təqribi mən hər gün hazırladığım üçün təqribi qramı tuta bilirəm. Hardasa 50 qram. Kifayətdir. Bir paçka gördüyünüz bu Yunan yoğurtunu əlavə edəcəm. Bunu da soruşursunuz. Bunu da Bravodan alıram. 100 qramında 9 qram zülal var. Yəni bu paketdə 18 qram zülal var. Deməli, daha sonra bir qaşıq vanil ice cream aromalı protein tozu əlavə edəcəm. Whey protein istifadə etməkdən qorxmayın. Biolojik dəyəri yüksək, hətta idman etməyən bir insanın belə istifadə edə biləcəyi bir qida əlavəsidir. Bunu istifadə etməkdən qorxmaq lazım deyil. Və bir dənə də yumurta əlavə edirik. Yəni siz bu hazırlayacağım şeyin zülal miqdarını təxmin elədiniz məncə. 25 qram protein, 200 qram Yunan yoğurtu, hansı ki ondan da 18 qram protein gəlir və bir dənə də yumurta içine əlavə etdim. Protein bombası, belə deyə bilərik. İndi isə bunları blenderda qarışdırırıq və tavada bişiririk. Millət, su, süd heç nə lazım deyil, rahatlıqla qarışır. Amma sonda üzərinə bir şey də əlavə edəcəm. Birinci tavanı isidirik. Dibi yapışmamaq üçün çox az zeytun yağı əlavə edəcəm. Bu qədər bəsdir. Soruşsanız ki, içərisində nə əlavə edəcəksən? Qaragilə. Qaragilə indi sezonudur. Kalorisi azdır, dadı əladır. Bütün desertlərdə demək olar ki, istifadə edirəm. Fərqli bir dad qatır həqiqətən də. Belə gözə yarı təqribi 10-15 ədəd qaragilə bizə kifayətdir. Mən həm də bunu onlayn tələbələrimə də yazıram. Onlara da yulafla səhər, adətən qaragilə, çiyələk, bu tərz meyvələrin kalorisi azdır, rahatlıqla istifadə etmək olar. Biraz qatı formadadır. Daha sonra bu qaragilələri əlavə edirəm, qarışdırıram. Siz inandırın, bunun elə bir dadı olur ki. Bir də mən Instagramda yemək reseptləri paylaşıram, yəqin ki, görürsünüz. Orada mənim prioritetim sizə resept vermək deyil. Həm də bir məşqçi kimi, belə deyək, bu sahədə təcrübəsi olan bir insan kimi lazım olan makro və mikroları da verməyə çalışıram. Məsələn, burada görürsünüz ki, yulaf da var tərkibində, yəni karbohidrat var, sağlam karbohidrat var. Yumurtanın sarısından yağ gəlir, lif var həm yulafda, həm qaragilədə. Yüksək miqdarda zülal var, hansı ki Yunan yoğurtunda, protein tozunda və yumurtanın özündə. Bu mənim demək olar ki, ilk videomdur. Sonuncu videonu 2 il əvvəl çəkmişdim. Ona görə də əgər bir qüsurlarım varsa da üzrlə hesab eləyin.
və mənə dəstək olmaq istəyirsinizsə də elə indicə videonu bəyənin və kanala abunə olun təbii ki. Belə səliqəli formada indi dağıtdığımız yerləri yığışdıraq. 3 yemək bişirəcəyik, ev çox çirklənməsin. Deməli, bir tərəfi artıq pişdi, digər tərəfini təbii ki, mən mətbəxin içərisində olduğum üçün bu formada çevirəcəm. Xodunu az vermişdim, həm yanmır belə olanda, həm də tam olaraq bişir. Belə bir şey. Bu bizim səhər yeməyimizdir. Baxın, bu formada səhər yeməyi. Deməli, vaxt itirmədən keçirəm kartofla yeyəcəyim Zulalın bişirmə hissəsinə. Qiymə istifadə edəcəyik. Ət toyuqla müqayisədə kalori baxımından bir qədər yüksək olsa belə, amin turşu profili baxımından olduqca zəngindir. Mən həftədə ən azından çalışıram 2 dəfə ət yeyim. Ya steak formasında, ya qiymə formasında. Eyni ilə bunu tələbələrimə də yazıram. Yağsız hissəsini istifadə etsəniz, əlbəttə ki, daha yaxşı olar kalori baxımından. Bildiyiniz kimi 1 qram yağ 9 kaloriyə bərabərdir. Əgər biz kalori defisit etmək istəyiriksə də, yağı qısmağımızda böyük fayda var. Yenə qiymənin içərisinə duz istiot əlavə edirəm. Diyetdə duzu kəsmək lazım deyil. Duz çox vacib bir elektrolitdir. Əgər duz olmasa, məşq vaxtı əzələniz pamp olmaz, beyniniz işləməz. Duz olmasa digər orqanlarınız da yaxşı işləməz. Bəli, duz bədəndə su tuta bilər, ancaq duzsuz qalmaq da heç məntiqli deyil. Belə şirin kartofumuz demək olar ki, artıq pişdi. Təqribi 220 dərəcəyə qoymuşdum. 40 dəqiqə bişirdim. Əzirik. Bu formada əzib püre halına gətiririk. Üzərinə biraz mozzarella əlavə edəcəm. Bu arada zulalı fərqli mənbələrdən almaq hər zaman daha yaxşıdır. Yəni həm ət yemək, həm toyuq yemək, həm balıq, həm yumurta, həm whey protein, fərqi yoxdur. Və bir dənə də avokadomuz var, hansı ki bunun yarısını bu yeməkdə, yarısını isə axşam yeyəcəyim yeməkdə istifadə edəcəyik. Avokado yağ mənbəyi olaraq mən həm səhər yeməklərində, həm də digər yeməklərdə istifadə edirəm, həm də lif mənbəyidir avokado. Çalışın ki, yumuşağını alın, yetişmiş olsun. Qoyuruq üzərinə. Və gəlin keçək axşam yeməyinə. Yüngül yeməkdir. Axşam rahatlıqla siz də hazırlayıb yeyə bilərsiniz. Gəlin başlayaq. Bizə tərəvəzlər lazımdır. Iceberg gördüyünüz kimi xiyar istifadə edəcəyik. Qırmızı soğan olacaq. Limon, ton balığı və düyü kağızı. Yaxşı doğrayırıq. Bu tərəvəzlərin kalorisi ümumiyyətlə çox azdır. Həm kahının, həm icebergin, həm xiyarın. Düzdür, bir dadı yoxdur, amma yenə də mədəmizə bir şey getməsi adına diyet zamanı biz bunları rahatlıqla istifadə edə bilərik. Kalorisi çox azdır dediyim kimi və salatlarda da, yəni biraz belə deyək, çeşidləndirəndə salatın tərkibini normal dadlı bir salat hazırlamaq olur. Amma bu salat deyil, indi görəcəksiniz. Biz bunu dürüm formasında hazırlayacağıq. Daha nazik doğramaq üçün xiyarları belə bir vasitədən istifadə edirəm. Bunu deyəsən Bravo'dan almışdım. Baxın, belə nazik doğrayırıq. Görürsünüzmü, xiyarı doğradıqca içərisindən su çıxır. Bu o deməkdir ki, hansı meyvənin, hansı tərəvəzin tərkibində su çoxdursa da, onun kalorisi azdır. Necə ki, xiyarın kalorisi azdır. Məsələn, başqa meyvələrin də, qarpızın tutaq ki, qarpızın tərkibində su çoxdur. Kalorisi də azdır. İnşallah gözüm yaşarmaz. Bunun bir doğrama üsulu var. O formada doğrayanda insanın gözü yaşarmır. Çalışırıq ki, dənə-dənə olsun. Bir dənə limon sıxacağıq içliyin içərisinə. Limon çox sevirəm. Həm dadını, həm həqiqətən də çox faydalı bir tərəvəzdir. Yəqin ki, meyvədir yoxsa tərəvəzdir? Meyvədir deyəsən. Və bunları baxın, bu formada qarışdırıram. İndi isə dürümümüzü hazırlayırıq. Bunun üçün bizə əlbəttə ki, düyü kağızı lazımdır. Bu formada, kvadrat bir formadadır. Bunu bişirmək lazım deyil, amma bişirmək də olar. Biz bugün bişirməyəcəyik. Suda bunları yumuşaldacağım və hazır formaya gətirəcəm. Bir dənə belə bir boş qabın içərisinə çox az su əlavə edirik. Əgər bişiririksə də su yox, yumurta əlavə edirik, onun içərisində bunu yumuşaldırıq. Su ilə bu formada hardasa bir 30 saniyə hər tərəfini saxlasaq kifayət eləyir. Keçək digər tərəfinə.
Amma belə bir şey deyim sizə, çox saxlamayın ki, lap belə çox yumşaq teksturada da olmasın. Onu siz rahat istifadə edə biləsiniz. Çox yumşalanda yapışır, heç yerdə istifadə eləmək olmur. Adamın əlinə yapışır və yaxud da hansısa bir qaba yapışır, oradan çıxarmaq olmur. Bir 30 saniyə hər tərəfini islatmaq kifayət. Məsələn, bu artıq mənim üçün ideal bir teksturadır. Birini qoyduq, ikinci də artıq hazırdır. Gördüyünüz kimi. Biraz salat, biraz ton balığı, yağı süzülmüş ton balığı gördüyünüz kimi. Və yaxud da siz suda ton balığı da ala bilərsiniz. Bu zeytun yağında olan idi, yağını süzdüm. Əmin olun, yağını yaxşı süzməyə əmin olun. O yağ da sizə kalori verməsin boş yerə. Biraz, baxın, bunu əzirik bu formada. Baxın, uzunsov formada belə əlavə edirik. Həqiqətən də yaxşı görsənir. Dadı da yaxşı olacaq, əminəm buna. Belə işin tüklər demiş, püf noktasına, ən çətin hissəsinə, belə deyək. Bunu bükmək biraz çətindir. Çalışırıq ki, düyü kağızımız yırtılmasın. Bax, 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 bax. Bükdük. Ortadan iki hissəyə ayırırıq. Çox suda saxlamaq lazım deyil. Bunu hazırlamaq da asandır. Fikir verdinizsə də heç nə bişirmədik. Əvvəlcə başlıq tərəflərini içəriyə doğru bükürəm bu formada. Bunu dağılmamaq üçün edirik. Daha sonra geri qalan hissəsini isə bir belə, bir də belə. Və bunları burada birləşdiririk. Belə bir şey. Belə, artıq 3 yeməyin üçünü də hazırladım. Düzdür, vaxt aldı biraz. Amma həqiqətən dadlı görsənirlər və mən də heç nə yeməmişəm. Təqribi burada ümumilikdə 2300-2500 kalori civarında bir kalori var. Mənim hal-hazırda vizual olaraq hədəfim elə olduğum kimi qalmaqdır. Gündəlik fiziki olaraq çox aktivəm. Zalda məşq keçirəm, özüm məşq edirəm və yaxud da başqa işlərim olur. Ona görə bu kalori məni elə olduğum kimi saxlayır. Amma çəki atmaq dönəmində olduğum zamanlarda yağ faizimi aşağı salmaq istəyirəmsə də, həmin dönəmlərdə təqribi mən 1200, 1500, bəzən 1000 bu kalori ətrafında qidalanıram. Amma onu da deyim ki, bu boşqablar 2500 kalori olsa da, belə deyək, bəsləyicilik oranı yüksəkdir. Yəni burada həm vitamin var, həm sağlam yağ var, sağlam karbohidrat var, kompleks karbohidrat var, zülal var, müxtəlif mənbələrdən gəlir, hansı ki, lif var. Bir də onu deyə bilərəm ki, məsələn, bu 3 dənə gördüyünüz doyurucu boşqabın kalorisi ilə hansısa bir fast foodun kalorisi məsələn eynidir. Deyək ki, hər ikisi də 2500 kaloriyə bərabərdir. Təbii ki, bədənimizin yağ yandırma mexanizması kalori defisitinin üzərindədir. Siz lapo fast foodu yesəniz belə, əgər günün sonunda 3000-4000 kalori yandırırsınızsa da, yenə də bədəniniz yağ yandırar. Amma belə bir nüans da var. İştah kontrolu deyilən bir mövzu var. Çox vacibdir. Mən özüm gündəlik həyatımda bəzən olur ki, düzdür, indi avqust ayının ortalarıdır. Amma mən cəmi bir dəfə magnum yemişəm, yəni yalan deməyim. Onun səhərsi gün mən oyananda özümü belə deyək də, yuxudan qan şəkərim çox aşağı bir formada oyandım. Normalda mən yuxudan oyananda qətiyyən acmıram. Amma həmin gün belə, bir magnum belə mənim qan şəkərimi çox dalğalandırdı. Və həmin vaxtı mənim iştahım belə deyək, kontroldan çıxdı. Yəni biz əgər yüksək şəkərli, doymuş yağlı, işlənmiş qidalarla, şirin sularla, bulqalarla bir qida rasionu özümüzə yaradırıqsa da, kalori defisitində olsaq belə bizim günümüz bir işgəncəyə çevriləcək. Biz davamlı şəkildə özümüzü, iştahımızı bastırmağa çalışacağıq, soyuducunun ağzını açıb bağlayacağıq, yemək görəndə həyəcanlanacağıq, davamlı özümüzü ac hiss eləyəcəyik, nə görsə ürəyimiz yemək istəyəcək. Və siz bu formada qidalanaraq kalori defisiti yaratsanız belə, bunun bir ömrü olacaq. Yəni əmin olun ki, bu uzaqbaşı bir həftə, 10 gün və yaxud da 2 həftəlik bir şeydir. Əvvəl-axır o işgəncəyə dözməyəcəksiniz. Bir dənə göstərim bunu. Baxın, bu hansı şirniyyatdan pis görsənir? İnşallah fokuslayır. Fokusda. Bu hansı şirniyyatdan daha pis görsənir və yaxud daha dadsız görsənir? Bunu apar, yolda gələn bir insana ver. Deyən, qardaş, bunu ye. Səncə bu necə bir şirniyyatdır? Demə sağlamdır, diyetikdir. Deyəcək ki, əla, hardan almısan? Yəni bunun normal bir şirniyyatdan qətiyyən fərqi yoxdur. İcazənizlə bunu da yoxlamaq istəyirəm.
Əsl mənim ağız dadıma xitab edən bir yeməkdir. Bir də mənim bu gündəlik yeməyimə kalori verən şey qiymə oldu. 400 qram qiymənin kalorisi heç də az deyil. 100 qramını saxladım onsuz. Siz burada qiymə əvəzinə toyuq filesi istifadə etsəniz 200 qram, o zaman kalori çox da düşəcək. Bu günorta yeməyini indi mən yeməyəsəm, onsuz getməliyəm məşqə, qaydanda yeməyim olsun. Onsuz mən bu yeməyi tez-tez hazırlayıram və dadını bilirəm. Ancaq sizin mütləq hazırlamağınızı tövsiyə edirəm. Ümidvaram ki, bu sizin üçün həm maarifləndirici, həm də maraqlı oldu. Əgər hansısa bir səhvim oldusa da, üzrlə hesab eləyin. Nəticə etibarilə bu mənim ilk videomdur. Əgər videonu faydalı hesab etsəniz də, zəhmət olmasa bəyənin, özünüzə də yaxşı baxın.